Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri mən sizə şabalıdan ən asan üsulla təmizləmə qaydasını göstərirəm. Onu qeyd edeyim ki, birinci şabalıdları yumuşam. Əziz izləyicilər, mən bu kəsicidən istifadə edirəm. Şabalıdın üst hissəsinə bu kəsici ilə cızıq çəkirik. Çox rahat üsuldur. Bütün şabalıdları bu cürə cızıq çəkirik. Yığırıq qaba. Üzərinə adi soyuq su əlavə eləyirik. Saata baxırıq. Tam 20 dəqiqə soyuq suda saxlayırıq şabalıdı. Vaxt çatanda şabalıdları sudan çıxardırıq. Yığırıq soba qabına. Öncədən isidilmiş sobada altı üst rejimdə 160 dərəcədə 12-15 dəqiqə arası bişiririk. Yəni hər bir sobalar fərqli olduğuna görə, yəni xanımlar, siz nəzarət eləyərsiniz. Görün necə gözəl bişibdir. Rahatlıqla da çıxır. Demək, bişdikdən sonra 10 dəqiqə saxlayırıq ki, biraz soyusun, rahatlıqla qabığını çıxarda bilək. Bütün hamısını bu cür qabıqdan çıxardırıq, yığırıq qaba. Mən videonun alt hissəsində, açıqlamada resepti yazacağım. Siz oradan istifadə eləyərsiniz. Deməli, qabıqdan çıxartdıq. İndi də tavaya əlavə elədik. Üzərinə kərə yağı və duz dadlandırmaq üçün əlavə eləyib, yüngül 2-3 dəqiqə yağda qovurub götürürük. İndi də 5-10 dəqiqə gözləyirik şabalı soyusun. Baxın, əziz izləyicilər, mən saxlama qabı balaca qablardan istifadə eləyirəm. Demək, mən maraq üçün doldurduqdan sonra tərəzidə çəkdim. 350 qram şabalıd tutdu. Saxladıq bərk. Qoyuruq buzluğa, dondurucuya. Lazım olduqca işlədirik. Əziz izləyicilər, göz haqqınızı halal eləyin. Hazırlayanlara nuş olsun. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı unutmayın. Allaha əmanət olun.